کارخانه‌های صنعتی آزمایش همیشه کوشیده است از آخرین اختراعات دنیا در محصولات خود استفاده کند و اینک تلویزیون‌های آزمایش به جدیدترین اختراع در صنعت تلویزیون سازی دنیا که میلیون‌ها دلار صرف آن شده مجهز گردیده است. تیونر با حافظه اتوماتیک. این دکمه متصل به حافظه اتوماتیک تلویزیون آزمایش است. آن را به داخل فشار بدهید، به چپ و راست بچرخانید، کانال دلخواه شما برای همیشه تنظیم می شود و در حافظه تیونر نقش می بندد و دیگر هیچ وقت تنظیم آن به هم نمی خورد. من از خوبان تو رو میخوام همیشه که بی دیدار تو دیوانه میشه. عزیز تلویزیون آزمایش شیک و زیبای ما، محبوب دلهای ما، شادی اومد به خونمون، اومدی به خونه ما. فدای عکس و قربون صدایت، صفا آورد ناز اون صفایت. عزیز تلویزیون آزمایش شیک و زیبای ما، محبوب دلهای ما، شادی اومد به خونمون، اومدی به خونه ما. تو در دنیای صنعت شاهکاری، هزار نقش رنگارنگ داری. عزیز تلویزیون آزمایش شیک و زیبای ما، محبوب دلهای ما، شادی اومد به خونمون، اومدی به خونه ما. کدوم خون است که تو اونجا نباشی، به فکر شادی دلها نباشی. جنوب و غرب، شمال و شرق ایران، شده دلهای ما چون گل شکوفان. عزیز تلویزیون آزمایش شیک و زیبای ما، محبوب دلهای ما، شادی اومد به خونمون، اومدی به خونه ما. بسم الله الرحمن الرحیم. عزیز و mehriban tamaşaçılar, salam. Hamınızı xoş gördük. Aziz dostlar, bugün yekşənbə günü Azər ayının 14-ü və Cəmadüssanə ayının 20-si Böyük Peyğəmbərimizin istəkli qızı Fatıma-i Zəhra Salamullah əleyhanın anadan olan günüdür. Elə bu münasibətlə də bugün Analar Günü adanmışdır. Biz bu gözəl münasibəti, bu gözəl günü bütün analarımıza və müsəlman fədakar qadınlarımıza təbrik deyirik. Olsun ki, hamımız həyatımızda Fatıma'ya oxşayaq. Dostlar, icazə verin bu günün verilişlərini sizə təqdim edim. Siz əvvəlcə Qur'an-ı Məciddən bir neçə ayənin təlavətini Bismillahirrahmanirrahim. Salam əziz və hörmətli tamaşaçılar. Hər vaxtınız xeyir olsun. İslam Peyğəmbərinin əziz qızı, işıq və təqva kevsəri, həmçinin dünyadakı müsəlman xanımların nümunəsi sayılan Həzrəti Fatıma-i Zəhra Salamullah əleyhanın viladət ildönümü, habelə qadın və ana günü münasibətilə bütün azadə, mömin və məsuliyyət hissinə malik olan xanımları təbrik edib, bugünkü xəbərlər toplusunu nəzərdə çəkdiririk. Bugün İslami İranın bütün şəhərlər və kəndlərində təqva və iman simvolu, həmçinin müsəlman xanımlar üçün nümunə sayılan və İslam tarixində ən böyük bir xanım kimi tanınan Peyğəmbər qızı
Həzrəti Fatime-i Zəhra Salamullahi Aleyhanın səadətli viladət il dönümü qeyd olunmuşdur. Tehran şəhərində isə səhər saat 9-da Həzrəti Fatime-i Zəhra Salamullahi Aleyhanın anadan olma il dönümünü, həmçinin qadın və ana məqamını əzizləmək üçün Azadi Stadiomunun 12 min nəfərlik salonunda Böyük Kosər Viladəti adlı bir şənlik mərasimi keçirilmişdir. Həzrəti Fatime-i Zəhra Salamullahi Aleyhanın səadətli anadan olma il dönümünü əzizləmə münasibəti ilə keçən 2 gün ərzində Azərbaycan Cumhuriyyətinin müxtəlif nüqtələrində şənlik mərasimləri keçirilmişdir. Müxbirimizin Bakıdan verdiyi məlumata əsasən, keçən gün Bakı şəhəri və ətraf məntəqələrdə yaşayan müsəlman xanımların iştirakı ilə Məşədi Ağa qəsəbəsində təntənəli bir mərasim keçirilmişdir. Həmçinin dünən Bakının Əmirxan qəsəbəsindəki Mədəniyyət Ocağında danışqah tələbələri və müxtəlif kütlələr tərəfindən bir mərasim qurulmuşdur. Bu 2 mərasimdə danışqah tələbələri və məktəblilər dini surudlar və şeir oxumuşlar. Digər tərəfdən mərasimdə çıxış edənlər müsəlman xanımların nümunəsi sayılan Həzrəti Fatime-i Zəhra Salamullahi Aleyhanın şəxsiyyəti xüsusunda nitq etmişlər. Həzrəti Fatimənin anadan olma il dönümü ərəfəsində Azərbaycan Cumhuriyyəti Parlamentinin rəsmi orqanı Azərbaycan nəşriyyəsi keçən günkü sayısında müəzzəm rəhbərlik məqamının şəklini çap edərək Həzrət Ayətullah Xameneinin qadın şəxsiyyəti və İslamda insanın azadlığı adı ilə bəyanatını dərc etmişdir. Həmçinin müxbirimizin verdiyi ayrı bir xəbərə görə Həzrəti Fatime-i Zəhra Salamullahi Aleyhanın viladət il dönümü münasibəti ilə bugün Azərbaycan müsəlmanlarının iştirakı ilə Böyük Cumhuriyyət Sarayında və Bakı şəhərinin Cavanlar Teatrı salonunda təntənəli mərasimlər keçiriləcəkdir. Azərbaycan Cumhuriyyəti Milli Məclisinin sədri Ağay Rəsul Quliyov demişdir, Ermənistanın Qarabağ müharibəsinə son qoymağa dair irəli sürdüyü şərtləri qəbul etməyəcəyik. O, İslami Şura Məclisinin rəisi Ağay Natiq Nuri ilə görüşərkən demişdir, ərazi bütövlüyünü qorumaq hər hansı bir məmləkətin qanunu haqqıdır və Azərbaycan Cumhuriyyəti təcavüzkar qarşısındakı haqqından keçməyəcəkdir. Ağay Quliyev əlavə etmişdir ki, əgər Azərbaycan didərginləri üçün tezliklə beynəlmiləl yardımlar göndərilməsə, didərginlərin çoxu öz canlarını itirəcəklər. Azərbaycan Milli Məclisinin sədri İran İslam Cumhuriyyətinin xalqı və məsulları tərəfindən didərginlərə insansevər yardımların göndərilməsindən qədirdanlıq edib, bu köməklərin davam etməsini istəmişdir. Bu görüşdə İslami Şura Məclisinin rəisi Ağay Natiq Nuri beynəlmiləl orqanların Azərbaycan-Ermənistan müharibəsi xüsusunda ikiyüzlü yanaşmalarını tənqid atəşinə tutub demişdir, dünya müsəlmanları bir-birləri ilə həmkarlıq edərək Azərbaycan Cumhuriyyətinin üz-üzə olduğu çətinlikləri aradan qaldırmalıdırlar. Ağay Natiq Nuri Azərbaycan ruhanilərindən əhalidə dini əhval-ruhiyyə və hədəfləri gücləndirməklə onları istiqamətə çağırmalarını istəmişdir. İslami Şura Məclisinin rəisi ümid etmişdir ki, Azərbaycanlı heyətin İslami İrana səfərə çıxması iki məmləkət əlaqələrinin daha artıq güclənməsinə zəmin yarada bilsin. Azərbaycan Cumhuriyyəti Milli Məclisinin sədri Ağay Rəsul Quliyev İslami İrandan 2 günlük görüş etmə məqsədi ilə keçən gün Tehrana daxil olmuşdur. Bakı Radiosunun verdiyi xəbərə görə Ermənistan əskərlərinin isarətində saxlanılan 1000 Azərbaycanlı məriz əsrin vəziyyəti təhlükəlidir. Bakı Radiosu Azərbaycan Cumhuriyyətinin əsirlər işləri üzrə məsullərinin birisinə istinadən elan etmişdir ki, Ermənistanda saxlanılan Azərbaycanlı əsirlərin təkcə 600-ü Qızıl Xaç nümayəndələri tərəfindən səft olunmuşdur və Ermənistan başqa əsirlərin adlarını yazılmasına maneə törədir. Həmin məlumata görə indiyədək Azərbaycan Cumhuriyyəti vətəndaşlarının təxminən 4000-i Ermənistan qüvvələri tərəfindən əsir olmuşlar və sözü gedən əsirlərin 2000-i qadınlar, uşaqlar və qocalar təşkil edirlər. Azərbaycan Cumhuriyyətində əsirlər işinə baxan komitə əsir düşmüş məriz qadınlar və uşaqların vəziyyətini təhlükəli bildikdə qeyri-hərbi əsirlərin buraxılmasına dair Umumdünya Qızıl Xaç Təşkilatından kömək istəmişdir.
Qadın həftəsi ilə eyni zamanda Naxçıvan Muxtar Cümhuriyyətinin müsəlman qadınlarından bir heyəti Urmiyəyə səfər edəcəklər. Bu heyət Qərbi Azərbaycanın Qadınlar İşləri Komissionunun dəvəti ilə sabah Urmiyə şəhərinə daxil olurlar. Qərbi Azərbaycanın Qadınlar İşləri Komissiyonu məsulü xanım Jalə Şəhriyar Əfşar demişdir, 20 Azərbaycanlı xanım tərkibində olan heyət bu iyalətdə olduqları zaman Urmiyə şəhərində Qadın həftəsi münasibəti ilə keçirilən mərasimlərdə iştirak edib, şəhərin qadınlar üçün salınmış idman, mədəniyyət və təlim mərkəzlərindən görüş edəcəklər. Bu heyət son illər Həzrəti Fatimə Zəhra Salamullah Əleyhanın viladət il dönümü və Qadın həftəsi münasibəti ilə Qərbi Azərbaycana səfərə çıxan 3-cü heyətdir. EKO təşkilatının Elmi Təlimi Mədəni Komitəsi İran İslam Cümhuriyyətində EKO üzvləri arasında bir film festivalını keçirmə qərarına gəlmişdir. Həmçinin həmin iclasda qeyd olunmuşdur ki, üzv məmləkətlər bu məmləkətlərdə verilən təhsil mədrəklərini bərabərləşdirmək məqsədi ilə təhsil xüsusunda əldə etdikləri təcrübələri təşkilatın mərkəzi idarəsinə göndərməlidirlər. İclasda həmin EKO-da üzv olan məmləkətlərin rəsmi dillərinin genişlənməsinə təkid edilərək, bu dillər üçün məxsus şöbələrin açılması ilə razılıq olunmuşdur. Həmin istiqamətdə yaxın gələcəkdə Tehran danışgahında Türk dili və ədəbiyyatı kursu başlanacaqdır. Üzvlərin mədəni miraslarından müştərək video filmləri hazırlamaq, üzv məmləkətlərin mədəni mirasları və milli əsərləri xüsusunda lazımi məlumatların dərc edilməsi və üzv məmləkətlərin arxeolojik əsərləri xüsusunda bir kitabça hazırlamaq, iclasda əldə olunan digər razılaşmaları təşkil edirlər. Keçən gün Ordon çayının qərb sahili və Qəzza bölməsində Fələstinli müsəlmanlarla Səhyonist rejim qüvvələri arasında şiddətli toqquşmalar baş vermişdir. Xəbər qaynaqlarının verdikləri məlumata əsasən Səhyonist rejim qüvvələri Fələstinli müsəlmanlar əleyhinə etiraz nümayişinə çıxan mühacir səhyonistləri himayə etmək məqsədi ilə Fələstinlilərə həmlə etmişlər. Bu həmlədə 3 müsəlman səhyonistlər vasitəsilə güllələnib yaralanmışdır. Eyni zamanda Fələstinli müsəlman inqilabçılar Ordon çayının qərb sahilində yerləşən Ramullah şəhərində odlayan bomblarla səhyonist rejimin bir gəzmə hissəsini hücuma məruz qoymuşlar. Həmçinin dünən günortadan sonra Fələstinli müsəlman inqilabçılar Şərqi Beytülmüqəddəsdə səhyonist hərbiçilərin bir maşınlarına həmlə edərək onu oda çəkmişlər. Digər tərəfdən keçən axşam 3 səhyonist Beytülmüqəddəs şəhərinin girəcəyində Fələstinlilərin bir restoranını gülləyə bağlayıb, restorana ağır ziyan vurmuşlar. Serblər ötən gün Bosniya və Herzegovin şimal-şərq hissəsini atəşə tutmuşlar. Sarayevo radiosu xəbər verir, serblər ağır silah, qumbara gülləsi atan tank və raketlərdən faydalanaraq Kuzela şəhərinin ətrafını güllələmişlər və hərbi təyyarələr təriqi ilə məntəqəyə salxımlı bomb tökmüşlər. Sarayevo radiosu həmçinin bu hissədə tək-və-tək vuruşmaların getməsindən xəbər vermişdir. Məlumatda qeyd olunur ki, serblərin neçə gün bundan əvvəldən başladıkları hücumlarda 3 nəfər həlak olmuş və 7 nəfər də yaralanmışlar. Sarayevo radiosu təkid etmişdir ki, Bosniya serbləri və Krovatları müştərək olaraq Maglay şəhərinə həmlə etmişlər. Həmçinin Tesani şəhəri və bu şəhərin ətrafı serblər tərəfindən güllələnmişdir. Diqqətimizi sonuncu xəbərə cəlb edirəm. Türkiyə dövlət qüvvələri ilə müxalif Kürd partizanlar arasında baş verən vuruşmalarda azı 2 partizan həlak olmuşlar. Anatoli Xəbər Agentliyinin verdiyi məlumata əsasən, Fevvari şəhərində Kürd partizanların bir sərhəd postuna hücum etmələri əsərində dövlət əskərlərinin 3-ü həlak olmuş və onu da o cümlədən 5 əfsər yaralanmışlar. Anatoli Xəbər Agentliyi əlavə etmişdir ki, əməliyyatın davamında Diyarbək, Mardin və Sirt əyalətləri əhalisinin 23-ü Türkiyə dövləti ilə müxalif olan Kürd partizanlarla həmkarlıq etmək ittihamı ilə yaxalanıblar. Əziz tamaşaçılar, günün xəbərləri sona çatdı. Diqqətiniz üçün hamınızdan minnətdarım. Gəlin görüşlərə qədər sağ olun, Allah'a emanet olun.